Səhər çağını izləyirsiniz dostlar. Proqramımızı davam etdiririk. Əgər xatırlayırsınızsa, verilişimiz başlayanda da biz qeyd etmişdik ki, Milli Gənc Tamaşaçılar Teatrı bugün bizim qonağımız olacaqlar. Bu günlərdə, bu yaxınlarda premyerası baş tutan bir tamaşa haqqında danışacağıq. Uzun illərdir ümumiyyətlə teatr səhnələrində biz onu izləyirik, amma yeni yozumda fərqli təqdimatla bu dəfə Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılıb. Söhbət Hacı Qara deməli əsərindən gedir əziz dostlar. Elə qeyd elədiyin kimi bütün teatrların repertuarında görmək olar mümkündür. Amma bu dəfə hansı yeniliklər var? Tamaşaçılar bu dəfə izləyəndə nələri görə biləcəklər? Bax bunu qonaqlarımız özləri bizə çatdıracaq. Əməkdar artist Elnur Hüseynov, aktyor Anar Seyfullayev, Rəşad Səfərov, aktrisamız Şəbnəm xanım Hüseynova. Xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Təbrik edirik yeni premyera münasibəti ilə. Təşəkkür edirəm. Uğurlu olsun deyirik, amma kifayət qədər də uğurlar var. Bəli, təbii ki. Bu bizim bu mövsümün sonuncu premyerası oldu. Hacı Qara obrazı. Bəli, Hacı Qara obrazı. Deyim ki, Hacı Qara əsəri 2 dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsində qoyulub, quruluş verilib. Bu 3-cü dəfə idi. Xalq artisti Cənnət xanım Səlimovanın quruluşunda. Tam başqa bir yozum, tam başqa bir əsərə səhnə redaksiyası olunaraq yeni bir tərzdə tamaşaçılara təqdim edilir. O fərqliliklər, o tərzlər, o nüanslar. Bilirsiniz, əvvəlki əsərdə ümumiyyətlə orijinalda belədir ki, Hacı Qara çox xəsisdir və hətta ailəsinə belə maddi baxımdan dəstək olmaq istəmir və daha çox öz mənfəətini güdən, öz ticarətini düşünən bir tacirdir. Amma burada bir qədər onun xəsisliyi arxa plana keçdi. Önə daha çox onun mənfəətçil yox, belə deyək, qənaətçil olması və cəsarətli olması, bəzən kimlərisə zəifləri belə müdafiə etməsi, sonra Xeyirxah insan. Necə? Xeyirxah bir el ağsaqqalı kimi hətta. Hacı Qaradan gözləmədiyimiz tərəflər. Bəli, bəli. Cənnət xanım belə deməli əsərə quruluş verdi, belə yozdu əsəri. Ona görə düşünürəm ki, al əlvanlığı ilə sonra amma komik çalarlar öz yerində qalır və əsərin o komediya hissəsi, komik çalarlar itmədən bax bu tərzdə belə bir quruluş verdi. Ümumiyyətlə teatrın izləyicisi, tamaşaçısı demək olar ki, eyni olur. Bir tamaşanı müxtəlif illərdə, fərqli təqdimatlarda izləyən tamaşaçılar olur. Sizcə reaksiyalardan necə idi? Tamaşaçılar bu dəfəki Hacı Qaranı necə sevdilər, yoxsa yox? Çox yaxşı qarşıladılar, mən sizə deyim. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun ki, biz aktyorları, teatr aktyorlarını yaddan çıxarmırsınız. Həmişə sevincimizə sevinc qatırsınız. Və sizə, sizin Mədəniyyət kanalının rəhbərliyinə təşəkkür edirəm. Öz adımdan və teatrın kollektivi adına. Təşəkkür yox, xoşdur bizim üçün. Bildiyiniz kimi, müasirlik, inkişaf hər sahədə var, o cümlədən də teatr sahəsində dayanmadan çalışırıq, işləyirik ki, tamaşaçıların zövqünü oxşaya bilək. Sərgüzəşt Mərdi Xəssiz və Hacı Qara tamaşası Mirzə Fətəli Axundzadənin 1850-ci illərə təsadüf edir qələmə almağı 19-cu əsrin ortalarına və bugün də səsləşir. Dilsuz müəllim bir sözü var, deyir, Axundzadə bugün deyil, sabahda deyil, bugün deyil, Axundzadə gələcəkdir. Hər gün. Həmişə var. Gəlmişkən Dilsuz Mustafa bu səhnə əsərinin yeni səhnə deməli redaksiyasını həyata keçirən bir yazıçımızdır. Bu tamaşaya baxanda milli adət-ənənələrimiz necə olmalıdır, necə olub, necə olmalıdır, onu göstərir. Tamaşaçı bir növ düşünür, müqayisə eləyir. Bu əslində vacib məqamdır. Çox maraqlı, estetik çox gözəl, musiqilər, milli musiqilər, milli ruhda hazırlanan. Cənnət xanım həmişə deyirdi ki, uşaqlar, bir xarici vətəndaş gəlib bu tamaşaya baxanda bilməlidir ki, bu Azərbaycana məxsus olan bir tamaşadır. Kadrlardan bunun hər biri bəli görünür, hiss olunur. Buyurun. Yəni eşitdiyimə görə bu Hacı Qara belə bir insan mövcuddur. Yəni bu insan xeyirxah olub.
yəni eşitdiyimizə görə. Həmin Cənət dövrdə xanımın dediyinə mövcud görə, olub. Hə. Yəni mövcud var, olub birincisi. Real qəhrəman olub, bəli. Yəni nədənsə rusların vaxtında oldu. Yəni bu Hacı Qaranı gətirib xəstə eləyiblər. Amma o eşitdiyimizə görə çox xeyirxah insan olub, bir çox insanlara dəstək olub. Həm maddi cəhətdən, həm mənəvi cəhətdən. Bəlkə də o dövrdə müəyyən məqamlar onu tələb eləyirdi. Məcburiyyətdən o cür davranıb. Yəni bizim sevmədiyimiz davranışları. Xüsusiyyətləri. Yox, reallıqda Axundzadə ilə Hacı Qara görüşüblər. Belə bir məsələ olub. Elnur müəllim daha yaxşı bilər. Belə olur, yəni tarixdə belə olur. Yazıçı həyatda gördüyü real bir qəhrəmanı sonra bədii obraz geyindirərək onu öz əsərinə gətirə bilir. Burada önəmli olan onun bir obraz olaraq, onun o əsərdə olan, belə deyək, münasibətlərindən cəmiyyətə verdiyi mesaj daha çox önəmlidir. Və bir qədər, yenə deyirəm, orijinalda daha çox onu xəsis, daha çox öz mənfəətini güdən bir obraz kimi vermişdi Axundzadə. Amma bir qədər səhnə redaksiyası edərək Cənnət xanım onu müasirləşdirdi. Yenə deyirəm, onu bir xeyirxah, tacir kimi tamaşaçılara təqdim elədi. Hansı obraz idi? Heydər bəy. Heydər bəy. Naçanik. Şəbnəm xanım, siz eşidin, sabahınız xeyir olsun. Kadrlarda az öncə sizi gördük. Bizə baxan bütün televiziya tamaşaçılarını salamlayıram, sabahınız xeyir olsun deyirəm. Fürsətdən istifadə edib, bütün teatr sevərləri, yeni tamaşaları səbirsizliklə gözləyən əziz tamaşaçılarımızı teatrımıza dəvət edirəm sentyabr ayında. Yeni tamaşa ilə sizi salamlamaq istəyirik. Mən əslində baxanda Elnur müəllim qeyd etdi ki, bizim teatrda bu 3-cü quruluşdur Hacı Qara tamaşasına. Mən onların ikisində oynamışam. Hardasa 10 ildən çoxdur, hardasa 14 il ola bəlkə də. Bəhram Osmanovun quruluşunda, Hacı Qara tamaşasına quruluş veriləndə mən orada da Sona obrazını oynayırdım. Bəli, indi də... O Sona ilə bu Sonanın fərqi nədir? Çoxdur, fərqi çoxdur. Burada rejissor baxışı, yeni yozum, başqa tərz və deyim ki, mətndə də, süjetdə də müəyyən dəyişikliklər var. Bu, Dilsuz Mustafayevin yeni redaksiyasındadır. Təbii ki, Cənnət Səlimovanın istəyi və ideyaları ilə. Çox maraqlıdır. Bilirsiniz, illər sonra bu rolə qayıtmaq və tamamilə başqa bir formatda bunu oynamaq həqiqətən aktyor üçün çox maraqlıdır. Eyni olsaydı, bəlkə də mənə maraqlı olmazdı. Eyni tərzdə yozum olsaydı, yəqin ki, mənə maraqlı olmazdı bu. Amma belə çox maraqlıdır. Mən bütün bu yaradıcı heyətin uzun aylar çəkən əziyyətini qeyd etmək istəyirəm ki, bizdə keçən mövsümdən başlayıb bu tamaşa üzərindəki məşqlər və çox gərgin işlər gedib. Həm mətin sarıdan, həm xoreografiya sarıdan, həm vokal sarıdan. Yəni burada musiqili tamaşadır, deyərdim ki, və çox əziyyətli bir iş olub. Bütün uşaqlar, bütün aktyorlarımız, bütün heyətimiz gərgin əmək sərf eləyib və onların hamısını bir-bir qeyd eləmək lazımdır. Siz burada 4 nəfəri görürsünüz, amma çox böyük bir aktyor ordusu var bu tamaşanın. Bəli, kadr arxasında və böyük bir işçi qüvvəsi var bu tamaşanın. Biz səhnəni görürük. Bax, o gördüyünüz gözəlliklərin o... Rəssam Elşən Sarxanoğludur, bəstəkar Firudin Allahverdidir, xoreoqraf bizim hörmətli Gülməmməd Şahverdiyevdir. Bəli, bəli. Çox böyük zəhmətləri var üzərimizdə. Hamısını salamlayırıq buradan. Sabahları xeyir olsun. Və ümumiyyətlə ona görə... Və şükür ki, əziyyətləri yerdə qalmadı. Bəli, teatr işinin uğrundan danışırıqsa, sizin o qeyd etdiyiniz şəxslər, aktyor heyəti, ortada bir tandem, bir vəhdət olmasa, düşünürəm ki, heç vaxt uğurlu işdən danışmaq olmaz və ümumiyyətlə hər zaman qeyd edirik ki, teatr aktyorlarının işi daha çətindir. Çünki onlar dəfələrlə səhnəyə çıxaraq eyni obrazı ilk gün oynadıqları kimi ondan da gözəl şəkildə təqdim edirlər. Eyni həvəslə, eyni sevgiylə, eyni coşquyla. Siz qeyd edirsiniz ki, teatr aktyorlarının işi daha çətindir. Amma bizim tərəfimizdən baxanda bizim işimiz çətin yox, çox maraqlıdır. Biz onu hər dəfə yeni hisslə, yeni ilhamla, yeni əhvalla çıxırsan səhnəyə və təbii ki, neynəsən də o keçən dəfəki olmur. Bu dəfə yeni bir şey olur. Məğzini saxlayırsan, mövzunu, məzmununu saxlayırsan, amma
formada mütləq ki bir dəyişiklik olur. Bu baxımdan çətin yox deyərdim ki, çətindir. Bütün sahələr çətindir. Yox, mən müqayisə edəndə kino aktyoru ilə Amma ki çox maraqlıdır. Kino aktyoru bir dəfə rola Bir dəfə çəkilir. oynarsan, bəli. Və sonra hər baxanda heyfsilənirsən ki, bunu başqa cürə də oynaya bilərdim. Amma teatrda onu gerçəkləşdirirsən. Bəli, bəli, teatrda bu arzu gözümüzdə qalmır. Əslində düşünürəm dostlar, bu eyni tamaşanın bir neçə dəfə quruluş verilib, səhnədə yenidən oynanılması, canlandırılması və müəyyən mənada indi ola bilər ki, bir aktyor həmin obrazı bir də canlandırsın, ya və yaxud da ki, başqası. Aktyorun inkişafına bir növ səbəb olur. Yeni tapıntılar, rol üzərində iş, yeni yanaşma, bir növ belə deyək də çevikliyi artırır. Necə düşünürsünüz, razısınızmı? Mən bir şey qeyd edeyim ki, burada demək olar ki, tamaşa ilə qurulub ki, bütün aktyorların əziyyəti eyni səviyyədədir. Yəni, sanki bütün aktyorlar elə başroldadırlar. Çünki orada ən kiçik kütləvi səhnələrdə çıxan aktyor belə müxtəlif rollara çıxır. Bir neçə dəfə obraz dəyişir. Yəni, burada hamının əziyyəti bərabər bölünüb və hər bir aktyor orada fəxr eləyir ki, mən bu tamaşada varam və bir neçə dənə rol oynayıram. O ki, qaldı sizin sualınıza. Rəşad müəllim, buyurun. Bilirsiniz, baxmayaraq... Belə çıxmasın ki, hamısını mən danışıram. Niyə mən risk? Bilirsiniz, baxmayaraq ki, artıq 3-cü dəfə məsələn quruluş verilir. Biz aksiyona düşünürdük ki, görəsən o alqışlar təzədən biz qazana biləcəyik. Düzdür, məndə birinci dəfədir bu Hacıqara tamaşasında, amma bizim həmkarlarımız var ki, məsələn, neçə dəfə oynayıblar, artıq 3-cü dəfə də oynayırlar. Bir aktyor kimi, bir insan kimi, bir tamaşaçı kimi düşünürdük ki, görəsən biz o alqışı, o sevgini təzədən bu əsərdə qazana biləcəyikmi? Amma premyerada nəinki tamaşaçılar, biz özümüz də bunu sevə-sevə heç bilinmədik tamaşa necə başladı, necə qutardı. Çünki bir səmimiyyət var idi, bir ortam var idi, bir ansambl var, bir ailə var idi. Çünki heç kəs, məsələn, solo oynamadı burada. Hamı çəkişib bir mıxşıya vurdu. Bir ərsiyə gətirib, tamaşanı gözəl bir ərsiyə gətirib çıxardıq. Yəni, məqsədimiz bu idi. Ustalıq, peşəkarlıq da bundadır məncə. Təbii ki, biz öz yerimiz, məsələn, oynayırdıq, keçirdik, məsələn, kulisdən baxırdıq. Məsələn, Endur bunu belə elədi, Anar bunu belə elədi. Məsələn, o uşaqlar ləzzət edirdi bizə, zövq alırdıq hər bir aktyordan. Pərdə arxası isə bir başqa maraqdır. Klassik bir əsər, milli ruhda, müasir milli ruhda hazırlanmış bir tamaşadır. Uğurlu olsun. Çox sağ olun. Davamlı olsun. Dostlar, buyurun. Çox sağ olun. Mən yer gəlmişkən kadrlarda bizim hörmətli direktorumuz Naidə İsmailzadəni gördüm. Dərin təşəkkürümüzü bildiririk. Çox böyük dəstək oldu. İnanın, teatrın bütün sexləri səfərbər oldular və rejissor nə istədi, tamaşasında nə görmək istədi, əsirgəmədilər. Və təbii ki, bu işdə hörmətli rəhbərlərimizin də əməyi çoxdur. Və bütün yaradıcı heyətimizi çəkdikləri bu bərabər gəldiyimiz uzun yol münasibəti ilə, gözəl premyera münasibəti ilə təbrik eləyirik. Uğurları bol olsun, bu tamaşanın uzun ömürlü olsun. İnşallah yeni mövsümdə tamaşaçılarla görüşərik. Dostlar, bilirik ki, artıq teatr mövsümü yekunlaşır, siz də istirahətə yollanırsınız. Gəlin bir balaca da yeni mövsümlə bağlı danışaq. Bilirəm ki, yəni ki, o tətil müddətindən sonra yeni mövsümə qədər də məşqlər olacaq. Hansı tamaşalar üzərində işləyirsiniz? Yeni mövsümdə yeni premyeralar olacaqmı? Əlbəttə, əlbəttə biz Hacıqara ilə paralel pul əhvalatı əsərinin məşqlərini başlamışıq. Quruluşçu rejissor Respublikan əməkdar artisti Nicat Kazımovdur. Mütəmadi məşqlərimiz gedir, çox ciddi hazırlaşırıq. O janr etibarıyla o da komediyadır. Çalışırıq ki, komediyalarımız repertuarda daha çox olsun ki, tamaşaçılarımız gəlib zövq alsınlar. Biz də buyurun. İndi bu çəkilişdən sonra mən məşqə qayıtmalıyam. Samuel Bekketin Qodu həsrətində belə bir məşhur əsər var. Onu bizim əməkdar artist Şövqü Hüseynov yenidən səhnəyə gətirəcək. Orada da mən Potso rolunu oynayacağam. Yəni onun da məşqləri davam eləyir. İnşallah sentyabrda tamaşaçılara təqdim edəcək. Biz üzr istəyirəm, məzuniyyətdə də işləyirik. Yəni çalışırıq gələn mövsüm daha gözəl, daha uğurlu bir tamaşa alınsın. Həmin iki uğurlu olacaq. Zövq oxşasın. Biz də sizə bol
bol-bol tamaşaçı Çox sağ olun. alqışı və sevgisi arzulayırıq. Əziz dostlar, xatırladaq ki, bugün studiyamızın qonaqları Milli Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin bir qismi idi. Mirzə Fətəli Axundzadənin sərgüzəşti Mərd-i Xəsis piyesi əsasında hazırlanan Hacıqara tamaşasının premyerasından sonra öz təəssüratlarını bizimlə bölüşdülər. Əməkdar artist Elnur Hüseynov, aktyor Anar Seyfullayev, aktyor Rəşad Səfərov, aktrisa Şəbnəm Hüseynova bu səhər bizim qonağımız idi. Bir daha təşəkkür edirik. Çox sağ olun. Teşekkürler. Efirimiz isə davam edir əziz tamaşaçılar.